Salam, bugün sizinle 20 aprel tarixində OTIKA tərəfindən keçirilən sınav imtahanında birinci qruplarda 2000 fəndən istifadə olunan sualların video izahını bölüşəcəm. 61-ci sualdan başlayırıq. CN H2-2 oksigendə tam yanmasından 11 mol. Burada daha doğrusu plus 2 olmalıdır. Çünki alkan olmalıdır. Burada tam düşməyib. CN plus 2 oksigendə tam yanmasının 11 mol məhsul alınırsa eyni hesablayın deyilir. Alkanların yanma reaksiyasının tənliyini yazırıq. CnH2 plus 2 plus O2 əmələ gələcək CO2 plus H2O. M mol CO2 əmələ gələcək M plus 1 su əmələ gələcək və 3M plus 1 bölünsün 2 mol da oksigen əmələ gələcək. Bizə 11 mol məhsul əmələ gəlib deyir. Yəni N plus 1 bərabərdir 11. N də buradan 5-ə bərabər olmuş olacaq. Bizdən də N-in qiymətini soruşurdu. Doğru cavab 5 olmuş olacaq. Deməli, 62-ci sual. Deməli, bu sualda da nə deyilir? Anilin və alkilamin verilib bizə molekullarında hidrogen atomlarının sayı eynidir, çünki hər ikisində A qədər hidrogen var və nisbi molekul kütlələrini müqayisə etməyi tələb olunur. İlk öncə anilinin formulunu yazaq. Anilinin formulu CN yox, daha doğrusu C6H5 NH2 şəklində yazılır. Burada deməli 6 hidrogen 6 yox, daha doğrusu 7 hidrogen var. Biz də 7 hidrogeni olan alkilamin yazsaq, onda C2H5NH2 yazmış olacaq. Monoamin şəklində yazılacaq təbii ki. C2H5NH2 yazmış olacaq. Deməli, bu zamanda burada da 7 dənə hidrogen atomu olmuş olacaq bir molekulunda. Nisbi molekul kütlələrini müqayisə etmək tələb olunur. Deməli, nisbi molekul kütlələrini müqayisə edəndə baxsaq görərik ki, hər ikisinin tərkibində amin qrupu var, yəni kütlə fərqinə təsir göstərməyəcək. Deməli, hər ikisində 5 hidrogen var, kütlə fərqinə yenə təsir göstərməyəcək. Amma anilində 6, karbonda 2, anilində 6, alkilamində isə 2 karbon atomu var. Yəni aralarında 4 karbon atomu fərqi var. 4 karbon atomu olanda da 12-ni 4-ə vurduğumuz zaman 48 qram fərqlənmiş olacaq təxminən. Burada deməli, əgər anilinin kütləsi B-dirsə, onda alkilaminin kütləsi B-48 olmuş olacaq. 63-cü sualda 0,5 mol butanda molekulların, atomların sayılarını, kütləsini və karbonla hidrogenin kütlə nisbətlərini tapmaq tələb olunur. Yəni, hansı doğrudur, bunu tapmaq tələb olunur. Butanın formulu C4H10 şəklində yazılır. Bunun 0,5 mol üzərindən hesablama aparırıq. Butanın 1 molunda olan molekulların sayı təbii ki 6-dan %2 vurulsun 10^23 molekul var. Əgər 0,5 molunu soruşursa, onda bunun yarısı qədər olacaq. Yəni, burada isə 2 qatı qədər verib. Yəni, bu yanlışdır, 1 yanlışdır. Atomların sayını tələb edir. Butanın 1 molunda deməli 14 Na qədər atom varsa, onda 0,5 molunda 7 Na qədər atom var. Na-nın yerinə də 6,2-ni 6,2 vurulsun 10^23 qoyduğumuz zaman deməli 4,214 vurulsun 10^24 almış olacaq. 2 doğrudur. Deməli, butanın 1 molunun kütləsinə baxaq. 1 molunun kütləsi 58-dir. 48 plus 10, 58. 0,5 molunun kütləsinin yarısı 29 olmuş olacaq. 3 də doğrudur. Karbon və hidrogenin kütlə nisbətləri 48-in 10-a olan nisbətini tapmalıyıq. Buradan da 24-ün 5-ə olan nisbətidir. Bizdə isə 9-un 2-ə olan nisbəti verilib. Yanlışdır. Doğru cavab olacaq 2, 3. Deməli, 64-cü suala baxırıq. 64-cü sualda bizdə 1 qram 5% natrium OH məhlulu üzərindən 22 qram 30% natrium OH məhlulu əlavə edildikdə 25% məhlul alınmışsa deyilir. Bu zaman M1-in M2 olan nisbətini tapmaq tələb olunur. Bunu diaqram üsulu ilə də yazmaq olar və yaxud da
M1 omega 1 plus M2 omega 2 bərabərdir M1 plus M2 vurulsun omega son şəklində də yazmaq mümkündür. M1 əgər diaqonal üsulla yazsaq, onda bura 5%, M2-nin faizi 30%, sonda ikisi qarışdırılır 25%-li məhlul alınır. Burada 30-dan 25 çıxanda 5, 25-dən də 5 çıxanda 20 alınmış olacaq. İxtisar eləsək 1-in 4-ə nisbətində alınmış olacaq. Doğru cavab Y variantı. Dördüncü qrupun əlavə yarımqrup elementində P elektronları bütün elektronların 48%-ni təşkil edirsə, normal halda cütləşməmiş elektronlar bütün elektronların isə faizini təşkil edər deyilir. Elektron konfigurasiyasını yazsaq 1s, 2, 2s, 2, 2p, 6, 3s, 2, 3p, 6, 4s, 2, 3 D-dən nə olduğunu bilmirəm. Hələ ki, neçə elektron olduğunu bilmirəm. Bura nöqtə qoyuram, tapacaq onu indi. Deyir ki, P elektronlar bütün elektronların 48%-ni təşkil edir. Elektron formuluna baxdığım zaman görürəm ki, P elektronlar burada 6, burada da 6-dan, yəni cəmi 12 ədəddir. 12 elektron əgər 48% təşkil edirsə bütün elektronların, onda bütün elektronlar, yəni 100% nə qədər olacaq? X. X bərabərdir 25 olduğunu tapmış oluram. Yəni, ümumilikdə bizdə 25 elektron var. Elektron konfigurasiyada 25 elektronun olması üçün 3D5 yazmalıyam ki, bu şərt ödənsin. Cütləşməmiş elektronların sayını istəyir. 4s2-yə kimi bütün elektronlar cütləşib, yalnız 3D5-də olan 5 elektron cütləşməyib. İndi isə bizə deyir ki, cütləşməmiş elektronlar, yəni 5 elektron, bütün elektronların neçə faizini təşkil edir? 25-də 5 vurulsun 100, o da 20% alınmış olacaq. Doğru cavab D variantı. 66-cı sualda Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyilir. Mis oksidin amonyakla reaksiyası verilib bizə. Bir də amonyakın oksigenlə yanma reaksiyası verilib. Buradan N2 plus H2O alınır. Birinci reaksiyadan da deməli azotun sənayedə yox, laboratoriyada alınmasıdır. Mis alınır, azot alınır, bir də su alınır. Şimdi yoxlayaq bunları. Birinci deyir ki, N2 alınır. N2 hər ikisində alınacaq. Deməli, ortaya gedəcək. 1 yazılacaq, sorry. 1 yazılır. 2 müxtəlif bəsit maddə alınırsa, bu 1-ə gedəcək. Çünki burada mis və azot var. Bəsit maddədirlər. Oksigen oksidləşdiricidir. Deməli, oksigen oksidləşmə dərəcələrinə baxmalıyıq. Burada oksigen -2-dən gəlir. -2-yə oksidləşmə dərəcəsi dəyişmir. Burada 0-dan gəlir. -2-yə elektron alıb oksidləşdiricidir. Deməli, 2-yə gedəcək. 3. Amonyak reduksiya edicidir. Amonyak deməli -3-dən gəlib 0-a 3 elektron verib reduksiya edicidir. Burada da -3-dən gəlib 0-a. Burada da 3 elektron verib reduksiya edicidir hər ikisində. Deməli 1-ə 2 gedəcək. 1-ə 2 gedirsə bu variantlar olmayacaq. Deməli ortaya 3-ə də 1, 4 gedirsə, onda doğru cavab C variantı olmuş olacaq. 67-ci sual. Deməli 1 mol asetilenin üzərinə 1 mol X maddəsi gəlir. Y maddəsinin transomerləri varsa X-i müəyyən edin deyilir. Deməli, 1 mol asetilenin üzərinə nə gəlsək ki, o transomerləri alınır. Deməli, natrium gəlsək, təbii ki, transomerləri olmayacaq. Hidrogen də gəlsə həmçinin, deməli, etilenə çevriləcək, transomeri olmayacaq. H-klor gəlsə, yenə də transomer olmayacaq. Çünki transomerdə fəza quruluşuna görə yaranır da, bilirik yəqin ki bunu. Onda burada CH2, CH klor şəklində olacaq. Əgər H-klor gəlsə, burada cis transomerli yaranmayacaq. Sırf bu karbona görə yaranmayacaq. Daha sonra baxırıq, su gəlsə, yenə də aldehid alınacaq, yaranmır. Bir dənə xlor gəldiyimiz zaman cis transomerli yaranır. Aslində, deməli, fəza vəziyyətinə görə mənim çəkdiyim formada cis izomerdir. Amma burada xlor və hidrogenlərin yerlərini dəyişsək, transomerlikdə yaranmış olacaq. Doğru cavab D variantı. Hansı reaksiya doğru deyil deyilir? Kürlə fluor S-fluor 6 əmələ gətirir. Doğrudur. Xlor
hidrogen yodiddən yodu çıxarır. Bu da doğrudur. Deməli, ferin xloridin üzərinə hidrogen yodid gəlmə mənfi digərlərinə baxaq. Yod su ilə onsuz da reaksiyaya daxil olmur. Bunu bilirik. Deməli, bu yanlışdır. Bu verilməməli idi. Bromun su ilə reaksiyasını görmüşük. Əgər D doğru cavabdırsa 100%, onda deməli, ikinci, yəni C variantındakı reaksiyada getmiş olacaq. Dəmir xloridin üzərinə hidrogen yodid gəldiyimiz zaman bu reaksiya gedəcək. Deməli, C gedir, amma D variantındakı reaksiya getmir. Yəni, doğru deyil. 69-cu sual. Kalsium karbidin üzərinə su gəlir. Alüminium karbidin üzərinə su gəlir. Kalsium karbidin üzərinə su gəldiyimiz zaman astilen və kalsium hidroksid alınır. Alüminium karbidin üzərinə su gəldiyimiz zaman deməli metan CH4 plus alüminium OH3 alınır. Oksidləşmə reduksiya reaksiyası deməli deyilir. Bunlarda oksidləşmə dərəcəsini dəyişən element hər ikisində qaz halında maddə alınır, doğrudur. Astilen və metan qaz halındadır. Hər iki reaksiyadan da qələvi alınır, bu da doğrudur. Burada oksidləşmə dərəcəsini dəyişən element çox güman ki, karbon götürülür. -2-dən -1-ə gəlməlidir burada. Ona görə karbon oksidləşmə dərəcəsini dəyişdiyi üçün deməli oksidləşmə reduksiya reaksiyasıdır, amma bizə deyilir. Reaksiya məhsulları natrium OH-la reaksiyaya daxil olmur. Çünki əsas alınıb, əsaslar reaksiyaya daxil olmayacaq onlarla. Doğru cavab burada 2-3 olmuş olar. 70-ci sual. 70-ci sualda deməli kükürdün florla, kükürdün kalsiumla və kalium OH-la temperatur iştirakında reaksiyası verilib. Kükürdün florla reaksiyasından S-flor 6 alınır. Kalsiumla kalsium sülfid alınır. Kalium OH-la temperatur iştirakında reaksiyasından kalium sülfid plus su alınacaq. Kükürdün göstərdiyi xassələri müəyyən edilir. 0-dan deməli müsbət 6-ya gəlib. Deməli burada reduksiya edicidir. 2-yə 1-ə 2 gedəcək. 0-dan -2-yə gəlib oksidləşdiricidir. Burada həm oksidləşdiricidir, çünki burada -2, burada da müsbət 4 oksidləşmə dərəcəsi göstərir. Yəni 0-dan həm -2, həm də müsbət 4-ə gəlibsə, deməli həm oksidləşdirici, həm də reduksiya edici olmuş olacaq. Deməli 2, 1, 3 şəklində olacaq. Sonunda doğru cavab A variantı olar. 70-də doğru cavab A variantı. 71-də izopropil amin molekulunda polyar kovalent rabitələrin sayı qeyri-polyar kovalent rabitələrin sayından neçə dəfə çoxdur deyilir. İlk öncə izopropil aminin quruluşunu çəkməliyik. İzopropil amində izopropil radikalına amin qrupu birləşir. Polyar kovalent rabitələrin sayı qeyri-polyar rabitələrin sayından neçə dəfə çoxdur. Onda burada bir hidrogen olacaq. Burada bir hidrogen. Burada bir hidrogen. Burada bir hidrogen. Burada da. Burada da. Və burada da. Eyni zamanda azotda da bu iki hidrogeni əgər silsək, bu iki hidrogen burada yoxdur, fərciləyək. Biri burada, biri də burada olmuş olacaq. İlk öncə nəyə tapırıq? Molekulda polyar kovalent rabitələrin sayı. Polyar kovalent rabitələrin sayı deməli çoxdur. Qeyri-polyarı işarə edirəm. Qeyri-polyar eyni növ element atomları arasında yarandığı üçün burada bizim iki karbon-karbon rabitəsi var ki, bunlar qeyri-polyar kovalent rabitədir. Qeyri-polyarı tapdıq 2-dir. Polyarı tapsaq, polyar kovalent rabitələrdə yerdə qalanlardır. Yəni karbon-hidrogen rabitələri, eyni zamanda karbon-azot rabitəsi və deməli azotla 2 hidrogen arasındakı rabitələr polyar kovalent rabitələrdir. O zaman deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ədəd də bizdə polyar kovalent rabitə olmuş olacaq. Neçə dəfə dediyinə görə 5 dəfə çox olmuş olacaq polyar kovalent rabitələrin sayı. Deməli 72-ci sualda doymuş bir atomlu spirt verilib bizə. Doymuş bir atomlu birli spirt daha doğrusu verilib bizə. Deməli, birli spirt oksidləşdiyi zaman deməli çevrilirdi aldehidlərə. Aldehidlərə çevrilir. Burada oksidləşmə prosesi göstərilib. Aldehid olacağına görə D variantı olmaz, E variantı və B variantı olmaz.
Deməli, molekulunda oksigenin kütləsinin hidrogen kütləsinin nisbəti 2 verilib bizə. İlkin müəyyənləmək tələb olunur. Yoxlayaq variantları bir-bir. Elə C variantını yoxlayacağım. C3H7OH-dırsa, oksidləşdiyi zaman C2H5 deməli CHO əmələ gətirəcək. Deməli, burada bizə spirtdəki kütlə nisbətini deyir. Onda spirtin tərkibindəki oksigen kütləsi 16-dır. Hidrogen kütləsi deməli 7 karbon hidrogen burada, 1 hidrogen burada 8, yəni 2 alınmış oldu. Şərt ödəndi burada. Onda əgər bizdə istənilən X spirti propanolsa, indi propanol 1 olacaq təbii ki. Propanol 1-dirsə, onda Y maddəsi propanal olmuş olacaq. Əgər etanol olsaydı, etanol C2H5OH-dır. Burada 16-nın 6-ya nisbəti alınır. Yəni 2 alınmır. Bizdə 8-in 3 olan nisbəti alındığı üçün bu şərt ödənmir. Ona görə etanol alınmayacaq, yəni propanal alınacaq. Sulfat turşusu molekulunda rabitə yaradan elektronlar ümumi elektronların deməli neçə faizini təşkil edir? Sulfat turşusunun qrafik formulunu çəksək, deməli kükürt, sulfat turşusu 2 əsaslı turşudur. Rabitə yaradan elektronlar ümumi elektronların sayını müəyyən edin. Hər rabitənin yaranmasına 2 elektron iştirak edibsə, burada cəmi 8 rabitə var. Onda ümumilikdə 16 elektron rabitə əmələ gəlmədə iştirak etmiş olacaq. 74-cü sualda X-in su ilə qarışığından X maddəsinin ayrılma üsulunu müəyyən edin deyilir. Deməli, bizdə burada nə verilib? C6H5OH-dır mı deyəsən? C2H5OH olmalı cəbrimizə. C2H5OH-ın üzərinə deməli C2H5OH-ın C6H5OH-dır. C6H5OH olmalıdır. C6H5OH-ın deməli sinklə reaksiyasından alınacaq bizdə C, yəni reaksiyanın özünü yazaq. C6H5OH plus sink qızdırıldığı zaman bu qabda reaksiya gedəcək. Bu qabda gedən reaksiya nəticəsində də alınacaq deməli C6H C6H6 plus sink oksid. Fenolun sinklə reaksiyasından benzol və sink oksid alınmış olacaq. Buradan gələn X maddəsi də benzol olacaq. Benzolun su ilə qarışığını da biz yalnız ayırıcı qıfıl vasitəsilə ayırmış olacağıq. Doğru cavab C variantı. 75-ci sualda hansı maddələrin molekulunda 3 hidroksil qrupu var deyilir. 3 hidroksil qrupu olanları tapmalıyıq. Burada doğru cavab olacaq. Deməli, 3 ilə 4. Həmişə hidroksil qruplarının sayı karbohidratlarda oksigen atomlarının sayından bir vahid az olaraq götürülür. Yəni, məsəl üçün, ribozada C5H10O5-dirsə, onda bunda 4 OH var. Amma dezoksiribozada C5H10O4-dürsə, onda 3 OH olmuş olacaq. Gliserin onsuz da 3 atomlu spirtdir, bunu bilirik. Fruktozada deməli 6 atomlu spirtdir, onda 5 dənə OH olmuş olacaq. Bizdə 3 hidroksil istədiyinə görə doğru cavab 3-4 olmuş olacaq. B variantı. 76-cı sual. Deməli, oksidləri göstərən, oksidləri müəyyən edin deyilir. Natrium hidrokarbonatın üzərinə X gəlib, natrium karbonat və Y maddəsini alıb. Yəni, buradan turş duzdan normal duza keçirsə, onda bunun üzərinə əsas gəlib. Əsas gəldiyimiz zaman da burada Y maddəsi su olmuş olacaq. Natriumun üzərinə su gəlsək, natrium X maddəsini burada yazıram. Natrium OH almış olacaq yenidən. Əgər deməli, Z maddəsi H-flor. Burada silisium dioksid olacaq. Çünki silisium dioksid yalnız H-florda həll olur. H-florla reaksiyaya daxil olur. Buradan da yenidən su alınmış olacaq. Deməli, oksidləri müəyyən edin deyirsə, Y və Z maddələri deməli, oksiddir. X maddəsi oksid olmayacaq. X maddəsi əsasdır. Doğru cavab C variantı.
77-ci sualda eksin nitrat turşusu ilə qatı nitratla reaksiyasından turşu alınır, NO2 alınır və su alınır. Metal təmiz daxil olmayacaq. Daxil olacaq daha doğrusu, amma turşu alınmayacaq, duz alınacaq. Sinklə həmçinin duz alınacaq. Xlorun nitrat turşusu ilə reaksiyası görməmişik. Karbonun və kükürdün qatı nitratla reaksiyası mövcuddur. Lakin kükürdən fərqli olaraq karbonun qatı nitrat turşusu ilə reaksiyasından deməli, karbonat turşusu alınır. Sadəcə karbonat turşusu davamsız olduğuna görə ə, məhalda mövcud olmayacaq. Yəni karbon qazı və suya parçalanacaq. Ona görə burada turşu yox, karbon qazı alınacaq. Amma kükürdlə qatı nitratın reaksiyasından isə deməli sulfat turşusu alınacaq, NO2 alınacaq və su alınacaq. 78-ci sualda deməli hidrogen peroksidi və kalsium nitratın parçalanmasından alınan oksigenin mol miqdarları müqayisə etmək tələb olunur. Hidrogen peroksid parçalandığı zaman əmələ gələcək su və oksigen qazı. Əmsallaşdırma aparırıq. Kalsium nitrat, kalsium NO3 2 parçalandığı zaman kalsium NO2 2 dəfə plus O2 əmələ gəlmiş olacaq. Burada əmsallaşdırma aparsaq 2 olmuş olacaq. Deməli, hər iki maddənin mol sayları bərabərdir, yəni AA qədərdir. Onda əmələ gələn oksigenin mol sayları da deməli, bir-birinə bərabər olmuş olacaq. Amma burada oksigenin sayları 6, burada... Ay, yox, o əmsalları yazmamalıydım. Sonda əmsalları səhv yazmışam. Üzrlü sayın. Burada bir balaca, hə, indi düz oldu. Çünki 6 oksigen buradadırsa, burada da 6 oksigen var. Hə, indi düz olacaq. Əgər kalsium nitratın qabağına 2 yazsaq, mol saylarını bərabərləməliyəm. Çünki burada 2 olacaq, burada 2 olacaq. Onda oksigenin mol miqdarı əgər N1 1-dirsə burada, N1 1-dirsə, onda N2 2 olmuş olacaq. Onda N2 bərabərdir 2N1 şəklində olacaq doğru cavabımız. Burada ilk öncə əmsallaşdırmadan səhv elədim. Ona görə yanlış cavab alınırdı. Doğru cavab Y variantı. 79-cu sual. 79-cu sualda bizə deyilir ki, XN və XM iyonları verilir bizə. XN oksidləşir, YM isə reduksiya olunur. Radiusun dəyişməsi. Oksidləşmə zamanı, oksidləşirsə əgər bir iyon, deməli bu zaman elektron verir, amma reduksiya olunursa elektron alır. Elektron alırsa radius artır, amma elektron verirsə radiusu azalır, azalır artır. Doğru cavab B variantı. 80-ci sualda doymuş mürəkkəb efir verilib. Molekulunda hidrogen atomlarının sayı 6-dır. Natrium OH reaksiyasından alınan maddələr. Mürəkkəb efir molekulunda hidrogen atomlarının sayı 6-ya bərabərdir. Deyir ki, bizə şərtdə deməli, X-in hidroliz məhsullarından biri, yəni mürəkkəb efirin hidroliz məhsullarından biri gümüş gücü reaksiyasına daxil olursa, ilk və Z maddələrini müəyyən edin. Əgər mürəkkəb efirlər parçalanırdı karbon turşularına, bir də spirtlərə. Əgər spirtlər gümüş gücü reaksiyasına daxil olmur, karbon turşularından da yalnız qarışqa turşusu deməli, gümüş gücü reaksiyasına daxil olur. Deməli, bu bizim mürəkkəb efirimizin turşu hissəsi qarışqa turşusundan ibarətdir. Və gümüş gücü reaksiyasına daxil olur deyilir. Daha sonra davam edək. Buradan turşu hissəsini tapdım, qaldı spirt hissəsi. Spirt hissəsindən necə tapacağıq? Molekulunda hidrogen atomlarının sayı cəmi 6 verilib. Turşu hissəsində 1 hidrogen varsa, yerdə qalan 5 hidrogen də, yəni C2H5 şəklində olacaq təbii ki. 5 hidrogen də spirt hissəsindədir bu mürəkkəb efirin. Onda bizim mürəkkəb efirin ümumi quruluşu bu şəkildə olacaq. Etil format olmuş olacaq. Bu natrium OH reaksiyasından bizdə qarışqa turşusunun natrium duzu alınmış olacaq. Eyni zamanda C2H5OH alınacaq. Doğru cavab B variantı. Hansı reaksiyada X maddəsi divinildir deyilir? Deməli, A variantında heminal dihalogen alkanların sinklə reaksiyasından buradan alken alınacaq. A variantda divinil deyil, alkendir. Bizdən alkadiyen istəyir.
C2H5OH-ın 140 dərəcədən yüksək temperaturda reaksiyasından dibinin alınmır. Burada siklo deməli butan alınacaq, çünki qonşu olmayanlardadır xlor atomları, qonşu olmayan karbonlardadır. D variantında deməli D variantında əslində C variantında olmalı idi. Çünki 2 mol kalium OH burada dihalogen alkanlarla reaksiya daxil olduğu zaman xlor və hidrogen qonşu karbonların birindən xlor, birindən hidrogen çıxacaq. Nəticədə burada 2 qat rabitə yaranacaq. Doğru cavab C variantıdır. E, D variantında e, alınmayacaq. D variantı da doğru cavab deyil. Ə, Deməli, bunun da krekinqi yox, daha çox dehidrogenləşməsindən də deməli, alken alınacaq. E variantı da yanlışdır. Doğru cavab C variantı olmuş olacaq. 82-ci sualda perxlorat turşusunda siqma və pi rabitələrin fərqini tapmaq tələb olunur. Perxlorat turşusunun ilk öncə quruluşunu yazmaq lazımdır. Quruluş sxemini çəkək. H-xlor O4 şəklindədir ümumi formulu. 3 oksigen atomu xlor atomuna 2 qat rabitə ilə birləşir. Bir oksigen atomu isə həm xlorla, həm də hidrogen atomu ilə birləşir. Deməli, siqma rabitələrin sayı 1, 2, 3, 4, 5 ədəddir. Pi rabitələrin sayı 3 ədəddir. Fərq də 2-yə bərabər olmuş olacaq. Doğru cavab A variantı. 83-cü sualda 83-cü sualda hansı maddələr polimer əmələ gətirir? Deməli, burada siklobutan əmələ gətirməyəcək, tetrafluoretilən əmələ gətirəcək, poliformaldehid var, polietanol yoxdur, polialanin yoxdur, amma belə deyək də, alanin amin turşudur və polikondensləşmə reaksiyalarına daxil olub zulal əmələ gətirir, yəni polimer əmələ gətirir. 2, 3, 5 doğru cavabdır burada. 84-cü sual, deməli, reaksiyanın istilik effekti 3360 kilojollarsa 3 mol dəmir oksidi ilə 4 mol alüminiumun reaksiyasından neçə kilojol istilik ayrılır? Bunu əmsallaşdırsaq, deməli, bura 2, bura 4, 3 dəmirin qabağına, onda düz gəlmir. Çünki burada bir dənə dəmir artıq qalırmı? Məncə bunu tərsini elədim. Oksigenə görə getmək lazımdır burada. Çünki dəmirin qabağına 3 yazsam, oksigenin qabağına 4 yazsam düz gələcək. Dəmirin qabağına 9 yazıram. Alüminiumun qabağına da 8. 9 dəmir, 12 oksigen, 8 alüminium düz gəldi. İstilik effekti 3360 kilocol oldu. 3 mol dəmir oksid 4 mol alüminiumla reaksiyasından 8 kilocol istilik ayrılır. Əgər 3 mol dəmirin 8 mol alüminiumla reaksiyası, yəni qaydaya uyğundur, yəni həcm nisbətləri qanununa uyğundur, kütlə nisbətləri qanununa görə uyğundur. 3 mol dəmir oksid 8 mol alüminiumla reaksiyaya girməlidir, amma bizdə 4 mol alüminium var. Onda biz 4 mol alüminiumdan nə qədər dəmir 3 oksidin reaksiyaya daxil olduğunu tapmalıyıq. Ferium 3O4-ün 1,5 molu reaksiyaya daxil olacaq. Bizdə 3 mol verilib, amma bunun 1,5 molu 4 mol alüminiumla reaksiyaya daxil olacaq. Sırf bu 3-ün 8-ə olan nisbətinə görə. Onda reaksiyada nə qədər istilik ayrılır onu soruşur. Əgər 3 mol dəmir ferium 3O4 reaksiyaya daxil olanda 3360 kilojol istilik ayrılırsa, 1,5 mol daxil olanda bunun yarısı qədər, yəni 1680 kilojol istilik ayrılmış olacaq. Doğru cavab 1680. 85-ci sual, qarışıqda olan maddələr bizə verilib. Qarışqa turşusu, bir də sirkə turşusu verilib. Kütlələri 290 qram. Artıq miqdarda natriumla reaksiyasından alınan hidrogenin miqdarı 3 moldur. İlkin qarışıqda qarışqa turşusunun kütləsini hesablayın. Qarışqa turşusunun natriumla olan reaksiyasını yazıram. HCO, H plus natrium. Buradan alınacaq HCOO natrium plus hidrogen. 2 bura, 2 bura, 2 də bura gələcək. Daha sonra CH3 COO H-ın natriumla reaksiyasını yazıram.
Buradan da CH3 COO natrium plus H2 alınacaq. Əmsallar yenə 2-2-2 şəklində olacaq. Deməli, ayrılan hidrogenin mol miqdarı 3 mol verilib bizə. Bunu tapıram. Burada əgər x mol hidrogen varsa, onda burada y mol hidrogen var. Yəni x plus y bərabərdir 3-ə. Onda əgər kütlələri verib bizə daha sonra qarışqa turşusunun kütləsi 46 olmalıdır. 32, o da 14, 46. 46-nı 2-yə vurduğum zaman 92 alınır. Əgər 92 qram qarışqa turşusu reaksiyaya daxil olduğu zaman 1 mol hidrogen alınırsa, onda x molun alınması üçün də nə qədər reaksiyaya daxil olacaq? Deməli, 92 x qədər. 92 x olmuş olacaq. 92x olacaq, bəli. 92x qədər də qarışqa turşusu reaksiyaya daxil olacaq. Onda burada da ə, yerdə nə qalır? Yox, yəni kütləyə görə etməliyik. 60 isə 120 y-də burada da olacaq. 120 y-də sirkə turşusunun kütləsi olmuş olacaq. Çünki sirkə turşusunun 1 molundan y qədər əgər hidrogen alınırsa, 120 y-dən də yox, 1 molundan əgər 1 mol alınırsa, daha doğrusu 1 molundan 1 mol alınırsa, 120 y-dən də y mol alınmış olacaq. Onda 92x plus 120 y-də bərabər edirik 290-a. Bu cür bir tənliklər sistemi qururuq. Axırda burada necə alınacaq bu? Əgər burada əvəz etmə aparsaq, x bərabərdir 3 minus y yazsam, onda yox, x-in yerinə x-i əvəz edəməyəcək. Yəni də y-i əvəz edək. Y bərabərdə yazaq. Y bərabərdə 3 minus x yazıram. 3 minus x yazıram. 92x plus 120 vurulsun 3 minus x bərabərdir 290. 92x plus 360 çıx 120x bərabərdir 290. Deməli, buradan gəlsək, alınmalıdır. Bunu keçəcək bir tərəfə -70 alınacaq. Buradan da deməli 92x deyildi, bayaq bunu elə deyil. 92x dedi. Buradan da alınmalıdır 28x alınmış olacaq. Onda x-in qiyməti əslində burada 14 alınmalıydı. X-in qiyməti ən axırda burada hesablama səhv eləmişəm, çox gümankardır. Burada x-in qiyməti 5-ə bərabər olmuş olacaq. Yəni 5 mol qarışqa turşusu alınmış olacaq. 5 mol qarışqa turşusunun kütləsini də hesabladığımız zaman doğru cavab alınmış olacaq. Burada hesablamada nələrsə səhv elədim mən. Tənliklər sistemi bu şəkildədir. 5 mol qarışqa turşusunun kütləsinə bərabər olmuş olacaq. 86-cı sual, deməli, azotla hidrogen arasındakı reaksiyanın qatlıqları verilib, azotla hidrogenin qatlıqları verilib, yəni reaksiyanın sürəti bir də verilib. Burada və qatlıq verilibsə, onda V bərabərdir K vurulsun, azotun qatlığı vurulsun hidrogenin qatlığı. Sürət 0, 0, 0, 0 var, 8. Bizdən sürət sabitini istədiyinə görə K-nı tapırıq. K bilmirik nədir. 0,1 azotun qatılığıdır. Burada azotun əmsalları da nəzərə alır. Əmsallar qüvvət şəklində yazılır. 0,2-ni də üzərinə 3 yazırıq. Çünki hidrogenin əmsalı 3-dür. 0,2-ni kuba yüksəldirik. Buradan K-nı tapdığımız zaman doğru cavab alınmış olacaq. Bu hesablamanı aparmaq lazımdır. 87-ci sualda uyğunluğu müəyyən edin deyilir. Oksidləşmə reduksiya reaksiyasının tipləri verildi bizə: molekullar arası disproporsiya, kommutasiya.
Deməli, burada A variantında disproporsiya olacaq. Çünki xlor bir oksidaşma dərəcəsindən iki müxtəlif oksidaşma dərəcəsinə gəlib. Deməli, B variantında molekullar arası olacaq. C variantında kommutasiya, D variantı yəni də disproporsiya olmuş olacaq. E variantı molekul daxilidir. Molekul daxili burada heç verilmədiyinə görə doğru cavablar da olmayacaq. 88-ci sualda C2H5 bromun natriumla reaksiyasından 23,2 qram X maddəsi alınır. C2H5 brom plus natriumla reaksiyasını yazıram. Bu burs reaksiyası ilə burada deməli C4H10 plus natrium bromid alınmış olacaq. Deməli, burada ayrılan 23,2 qram X maddəsi C4H10'dur. C4H10'un kütləsi 58 qramdır. Deməli, 58 qramdan alınması üçün 46 qram reaksiyaya daxil olur. Məhsul 80%-dirsə, onda 23,2 qram 80%-dir. Biz 100% tapmalıyıq. 100% nə qədər butan alınır? Bizdə X-dir. Buradan X-i hesablasaq, kalkulyatorla bunu hesablayaq. Deməli, 2320 bölünsün 80, 29 qram alınmış olacaq. 29 qram butan alınanda M qram, yəni natrium, bilmədiyimiz qram natrium reaksiyaya daxil olur. Buradan da tənasüb hesablasaq, M-i 23 tapmış olacaq. Etil üslü butil ketonun formuluna beynəlxalq nomenklaturaya əsasən adını yazın. İlk öncə keton qrupunu yazıram. Daha sonra etil qrupunu əlavə edirəm. CH2, CH3. Daha sonra üçlü butil əlavə edirəm. CH3, CH3, bir ədəd də CH3. Ketonun beynəlxalq formulunu yazdıq. İndi beynəlxalq nomenklaturaya əsasən adını müəyyənləşdirməliyik. İlk öncə keton qrupunun olduğu ən son zənciri seçirik. Ən son zəncir budur. Daha sonra nömrələmə aparırıq. 1, 2, 3, 4, 5 şəklində. Daha sonra radikalların adını uyğun olaraq adlandırırıq. 2, 2, dimetil, deməli pentanon 3 olmuş olacaq. Deməli, burada cədvəl tamamlayın deyilir. Alüminium xloridin dissosiasiyasından mərhələlərinin sayı bir mərhələdə dissosiasiya eləyəcək və eynilə bir mərhələdə hidroliz eləyəcək. Dissosiasiya burada iki mərhələdə baş verəcək. Deməli, hidroliz prosesi turş duz olduğu üçün burada da iki mərhələdə hidroliz eləmiş olacaq. 1-1-2-2 şəklində olmuş olacaq. Sualların cavabı bu qədər. Ümid edirəm hər birinizə faydalı oldu. Anlaşılmayan məqamlarla bağlı mənimlə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar.